такой требований у нас нет. Намного лучше, в принципе, до Армении, чтобы наши студенты, обучившиеся в лучших университетах, потом остались, в принципе, там и имели всегда связь с Арменией. Azadlıq Radiosunun efirində Qafqaz Qovşağı verilişindən Qafqazlıların səsi gəlir. Bütün bunları yalnız Qafqaz Qovşağını dinləməklə bilərsiniz. Təkrarı bazar ertəsi günü. İşdən sonra Azadlıq Radiosu. Salam, hər vaxtınız xeyir olsun. Azadlıq Radiosunda işdən sonra proqramıdır. Mikrofonda mən Şahnaz Bəylər qızı. Bugün qonağımız vəkil Aslan İsmayılovdur. Hüquqşünas Aslan İsmayılov. Xoş gördük sizi. Sağ olun. Bundan sonra sizə vəkil demək olar, yoxsa bunu sənədlər müəyyən edir? Necə olur? İndi bilirsiniz, Azərbaycanda bu dəqiqə hər şeyi inhisara almaq istəyirlər. Kimə olan münasibəti də, kimə necə müraciət etməyi də. Mən vəkiləm və vəkil olaraq da fəaliyyətimi bu gün də davam etdirəcəm, amma mülki işlər üzrə. Danışacaq bu haqda. Vəkil Aslan İsmayılov demək bürosunun fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Niyə dayandırdı və Azərbaycanda Vəkillik İnstitutunun vəziyyəti necədir? Bundan sonra vəziyyət necə ola bilər? Bu haqda suallarınız varsa Aslan İsmayılova buyurun göndərin. 050-744-10-17 SMS xəttimizdə 436-77-42 sayılı telefonuna da zəng eləmək imkanınız var. Və efir@azadlıqradiosu.az isə internetdən fikirlərinizi, suallarınızı göndərə bilərsiniz. Biz studiyada söhbətə başlayırıq. Aslan bəy, vəkil bürosunun fəaliyyəti dayandırıldı. Bundan sonra nə olacaq? Bundan sonra mən fəaliyyətimi yenə, bu birinci daha deyil. Yəni bu artıq bir daha 99-cu ildə yenə məni vəkillikdən kənarlaşdırmışdılar. Məqsədləri bilirsiniz, hər şey öz arşınlarla ölçürlər. Çörəklə sınağa çəkmək və məcbur eləmək ki, bu hakimiyyətə yarınanlardan biri olmaq. 99-da da eyni yol tutmuşdular. Sadəcə yenə eyni yol tutmaqlarını anlaya bilmirəm. Ona görə 99-da elədilər, bir şey alınmadı. Vəkillikdən xaric elədilər 99-cu ilin mart ayında. Lisenziya qaydaları ilə vəkilliyimi davam elədim. Təxminən 7-8 aydan sonra xəbər tutdular ki, mən lisenziya qaydalarına əsasında işləyirəm. Ona görə lisenziya qaydalarını Nazirlər Kabinetinin qəbul etdiyi lisenziya qaydalarını ləğv elətdilər və mənə görə 350-dən artıq digər bu qayda ilə işləyən vəkillər də işlərindən məhrum olundu. Bir də mən ondan sonra yenə onda hələ uşaqlar körpə idi, yəni maddi ehtiyacım çox idi. Onda etibarnamə götürməklə mülki işlər üzrə ixtisaslaşdım və mülki işlər üzrə yenə məhkəmələrə çıxdım. Nümayəndəlik institutu var, onu qadağan eləmək mümkün deyil. Onunla ilişkiyə çıxdım, uşaqlarımı böyütdüm, getdilər təhsillərini aldılar, artıq onlar təhsillərini alıblar və hamısı müstəqil adamlardır və mənim də maddi dəstəyimə heç bir ehtiyacları yoxdur, əksinə. Mənə lazım olan maddi dəstəyi də göstərə bilərlər. İndi ağılla bu addımı yenə atdılar, onu başa düşə bilmirəm. Amma mülki işlərə çıxmaya davam edir. Mülki işlərə, bəli, onu hər bir vətəndaş davam edə bilər. Ona görə ki, etibarnamə götürürsən, nümayəndəlik institutu, nümayəndə kimi bu savadın varsa da müdafiə edirsən şəxslər. Əsas odur ki, müraciət edən olsun. Mənə isə müraciət edən kifayət qədərdir. Aslan bəy, bax bu vəziyyətdən çıxış edək. Azərbaycanda Vəkillik İnstitutunun vəziyyətini necə qiymətləndirmək olar? Mən elə 99-da da vəkillikdən xaric olunmağımın səbəblərinin də biri bu idi. Hərçənd ki, mən o dövrdə vəkilliyə gələndə ədalət naminə deyərəm ki, Vəkillər Kollegiyasının rəissiyyət heyətinin sədr Azər Tağıyev mənə xüsusi münasibət göstərirdi. Başqa vəkilləri növbətçi saxlayırdılar, təyinatla işə göndərirdilər. Mənə heç vaxt elə bir şey olmamışdı. Amma mən Vəkillik İnstitutunun əleyhinə o dövrdə mövcud vəziyyətə çıxış etməkdə məqsədim özümlə bağlı deyil idi. Ona görə ki, Azərbaycanda müstəqil, necə ki, məhkəmə sistemi olmadığı kimi, vəkillik sisteminin olmadığında, institutun olmağını da danışırdım. Ona görə ki, mən əminəm ki, müstəqil məhkəmə, vəkillik institutu ilə müstəqil məhkəmənin olmasına nail olmaq daha asan olar. Ona görə ki, əgər 1000-dən artıq hüquqşünas müstəqil məhkəmə sistemini tələb edərsə də, münasibətlərini bildirənləri, etirazlarını eləyərdilərsə, məhkəmə institutu olmasın və bu məhv olunsun.
Ondan sonra 2006-cı ilin səhv etmirəmsə də əvvəllərində məni vəkilliyə bərpa etdilər. Mən özüm müraciət eləmədim, xahiş eləmədim. Necə tapşırıqla çıxartmışdılar, elə də sonra tapşırdılar, belə dəmbəsgahla məni dəvət elədilər, vəkilliyə bərpa elədilər, təbrik elədilər. Amma mən yenə öz tənqidi fikirlərimi səsləndirməkdə davam etdim. Amma 2013-cü ildə yenidən sizin vəkillik fəaliyyətinizə xitam 2013-cü ildə mitingdəki çıxışımdan sonra hər tərəfə ona qədər də var idi. Ona görə ki, mənə bir ildən bir ən azı töhmət verirdilər. Maraqlı da odur ki, vəkillər bu dəqiqə kollegiyasının üzvlüyündə fəaliyyət göstərən elə insanlar var ki, haqlarında cinayət işi qaldırılıb, dələduzluqla və davam etdirilir. Amma onlar vəkillik fəaliyyətini davam etdirirlər, onlara qarşı heç bir yol bildirilmir. Mən şəxsən özüm onlarla dəfə Azər Tağıyeva şəxsən müraciət etmişəm ki, filan vəkillərin dələduzluğu ilə bağlı çoxlu sayda şəxsən mənə vətəndaşların şikayətləri daxil olubdur və vətəndaşlara da göndərmişəm ki, qəbul edin, tədbir görün. Heç bir haqqında tədbir görülməyibdir. Onlar bu dəqiqə belə uğurla fəaliyyətlərini davam etdirirlər. Onların bəziləri də var ki, bu dəqiqə vəkillər kollegiyasının aparıcı fiqurlarındandır. Mənim belə çox anlaşılmayan proseslər gedir ölkədə, cəmiyyətdə. Bu da siyasi proseslərin bir tərkib hissəsi. Əlbəttə ki, bir şey bilin, bilirsiniz, Azərbaycan bir cəmiyyət olaraq bütöv bir orqanizmdir. Əgər bunun başı ağrıyırsa da, əli, ayağı, ürəyi normal fəaliyyət göstərə bilməz. Eyni cür də, deyək, hakimiyyətin xorluqla baş alıb gedirsə də, qanunvericiliyə hakimiyyət öz olması mümkün. İndi bu mənim tez-tez hesabat verirlər ki, xaricdən deyək, bu qədər tibbi avadanlıqlar gətirilib, xaricdə bu qədər insanlar oxuyubdur. Amma Azərbaycanda nə vəziyyətdədir səhiyyə? Bu dəqiqə səhiyyədə problemi olan pulsuzlar İran'a üst tutur, pullar Türkiyə, Avropaya. Necə bilirsiniz, bu siz ki, Azad Məhkəmə sistemi yoxdur Azərbaycanda. Bu problemi həll etmək üçün siyasi iradə lazımdır, yoxsa hüquqşünaslar passivdilər? Yox, hüquqşünaslar indi mənə aktivlik göstərdim, mən ayn oldum, sağlamlığım. Fəaliyyət göstərirsiniz. Bilirsiniz, bu da var. Yəni, cəmiyyətdə həmrəylik olmamaq var. Biz gözləyirik ki, istənilən bəla məndən yan keçsin, mənə toxunmasın, susun. Amma cəmiyyət bir şey anlamalıdır ki, mümkün deyil ki, cəmiyyətdə kiminsə haqqı pozula, mənə toxunanda yox, hamıya toxunanda. Mən vəkilliklə bağlı, yəni sizə bayaq da dedim ki, mən vəkillər kollegiyasına üzvü qəbul oldum. 96-cı ildə vəkillik institutunun yaxşılaşdırılmasına, müasirləşməsinə, yəni müstəqil olmasına doğru daim baxmışam, bu barədə də fikirlərimi bildirmişəm. Yəni, mən vəkillik sahəsində, yenə deyim, əmək sərf etmiş bir şəxsəm. Bir şey sizə deyim, yəni bunu bir şikayət kimi demirəm. Mənə bu sonuncu vəkillikdən məhrum eləyəndə məhkəməyə müraciət edildi. Mənim onlarla məhkəmə prosesim oldu. Rayon məhkəməsində, apellyasiyada, ali məhkəmədə, yəni bir dəfə olmurdu da, bir neçə iclaslar olurdu. Mən hər mütəmadi olaraq yazı yerləşdirirdim ki, filan vaxtı, filan saatda, filan məhkəmədə vəkillikdən çıxarımlarımla bağlı məhkəmə prosesi olacaqdır. Nə təsəvvür edirsiniz? Bir nəfər vəkil o məhkəmə prosesinə gəlib mənə həmrəy olmadı. Ona görə yox ki, mən vəkil o prosesə gəlsə məni bərpa edəcəkdilər. Yəni, nəsə məhkəmə başqa qərar qəbul edəcəkdir. Ona görə ki, mən elə məhkəmə iclaslarında da deyirdim ki, mənim talim, vəkillik talim burada həll olunmur. Prezident aparatında həll olubdur. Amma mənim də bir insan kimi ona dəstəyim var idi. Həmkarlarımın, ehtiyacım var idi. Bu mənəvi ehtiyac. Bir nəfər gəlmədi. Hərsənd ki, hər hansı bir vəkilin problemi olanda heç kim inkar edə bilməz. Hökməni ya mətbuat vasitəsilə, ya məhkəmələrə gedib şəxsən iştirak etməklə çatdırmışsınız həmkarlarınızı? Mən yenə
yenə deyirəm, mən özümlə bağlı hesab edirəm ki, hər bir insan öz həyatını ancaq öz gücü hesabına qurmalıdır, öz gücünə hesablaşıb qurmalıdır. Mən attığım addımda nə cəmiyyətin, nə həmkarlarımın dəstəyinə heç vaxt arxalanmamışam. Özümün gücüm çatanı eləmişəm və bu günün özündə də mən ancaq özümə inanıram, özümə bir də ailəmə. Sovet dövründə vəkil işləmək asan idi, yoxsa indi? Əlbəttə Sovet dövründə. Yəni o zaman məhkəmələrin uzaq olurdu mu o məhdudiyyətlər dövründə? Mən sizə bir şey deyim, o dövr, Sovet dövrü, mən hakim işləmişəm, məhkəmə sədr olmuşam. Əgər vəkillərin bugünkü qədər səlahiyyəti olsa, mən sizə əmin edirəm ki, Sovet dövründə olan vəkilin institut tarixə düşərdi. Onunla belə vəkillər o bir totalitar sistemdə də istəklərinə nail olurlar. Şəxsən məhkəmə prosesində o vəkillərin müqarif haradasa araşdırma eləyəndə, sübut eləyəndə bundan həm də xoşum gəlirdi. Və sizə bir şey də deyim ki, mən İzmirçi məhkəmə sədri işləyəndə Stavropolda Strigin adlı bir vəkil var idi. Əksəriyyət bizi qanunu düşmən kimi bilirdi. Onun üçün məhkəmə prosesimiz onun iştirakı ilə çox gərgin keçirdi. Sonra məndə bir hakim yeri boşaldı. Mən də rayona məhkəmə sədri göndərəndə diyar rəhbərliyi tapşırmışdı ki, formalaşdır, amma bizə vacib olan odur ki, yaxşı bir məhkəmə olsun. Mən həmin o vəkilin namizədliyini verdim hakimliyə. Strigin Vladimir Pavloviç. Sonra həmin o Strigin Rusiya Federasiya Şurasının sədr müavini oldu. Özüm oradan gedəndə də Ədliyyə Naziri məndən soruşdu ki, yerinə kimi təşrif eləyərdin, sədr kimi. Həmin o Strigini təşrif elədim. Onun üçün mən hakim vəkil kimi o inatkar, bilən, savadlı vəkillə işləmək daha yaxşı olurdu. Onun üçün mən bilirdim hakim kimi ki, ədalətli qərar qəbul etməyim üçün güclü vəkilin prosesdə iştirak etməsi çox önəmlidir. Amma Aslan bəy, məsələn ki, Sovet dövründə siyasi proseslər olmurdu. Daha çox cinayət və mülki proseslər olurdu. Mən bir şey deyim də, Sovet dövrünü də təklik olurdu təbii ki. Mən də rayon səviyyəsində deyək, periferiyada bir rayonda işləyirdim. O siyasi proseslər də Moskvada, bir də Sankt-Peterburgda olurdu. Yəni başqa yerlərdə olmurdu. Amma o dövrün də çətinlikləri var idi. O dövrdə də digər partiya komitəsi var idi, onun birinci katibi var idi, o da məhkəmələrə təsir etmək istəyirdi. Amma o təsir gücü həmin o məhkəmə hakiminin və sədrin nüfuzundan asılı idi. Nə deyirəm, mən işləyirdim, məhkəmə sədri 5 hakim var idi. Mən sizə tam ciddiliyinlə deyirdim, mən heç vaxt ağlıma gətirə bilməzdim ki, hansısa hakimi çağırım, deyim ki, bu iş üzrə bu cür qərar qəbul elə. Onun üçün işi mənim başıma çırpardı ki, sən kimsən mənə göstəriş verirsən. Amma bu Azərbaycan məhkəmə sistemi necə qurulubdur? Bir nəfər hakim sədrə məruzə etmədən qərar qəbul edə bilməz. Mən bunu sizə tam ciddiliyi ilə deyirəm. Ona görə ki, hakimlər təyin eləyəndə hamısına tapşırılır ki, sədr nə deyəcək, orada qanundur. Mən bu yaxınlarda Yasamal rayon bir məhkəmə prosesim oldu. Hər birini məhkəməyə vermişdim. Ona görə ki, istehlakçıların haqlarını pozurlarına, təmizlik var. Baseyndə bu günlərim adını çəkə bilməyəcəyim hovuzda bir cism aşkar olunmuşdu. Onunla da bağlı mən verdim məhkəməyə. Siz nə təsəvvür edirsiniz? Məhkəmədə hakim, indi yadımdan çıxdadır, bir xanımdır. O mənim qərar rədd elədi və ona etiraz vermişdim sədrə. Sədr də Ələddin Cəfərovdur. Bu Ələddin Cəfərov bu günlərim Azərbaycan Hakimlər Korpusunun başında duran bir şəxsdir. İndi mən bir şey deyim və mən əminəm ki, onu qadın hakim vermədi və mənə qarşı məhkəmə prosesində də hörmətsizliyi eləyən o qadın həmin o Ələddin Cəfərovdan razılığı alıb verirdi. Ələddin Cəfərov da öz yuxarılarından o razılıq almışdı. Yoxsa belə onlar mənə qarşı hərəkətə addım ata bilməzdilər. İndi bu Ələddin Cəfərov kimi birisi Azərbaycan Hakimlər Assosiasiyasının rəhbəridir. Siz ondan hansısa deyək, müstəqil məhkəmə, hakim gözləyə bilərsiniz.
Bu yaxınlarda Ədliyyə Naziri... Əgər bizi eşidirsə, buyursa zəng eləsin, 477-42 sayılı telefonu, o da öz argumentlərini efirdə səsləndirə bilər. O izləyir belə şeyləri və ona da real mətbuatla işləməyi bacarır. Özü haqqında bir müsbət imic formalaşdırmağı, bir yəni mətbuatda işləyəndə bir humanist adam olmağını qələmə verməyi bacarır. Amma ən çox qanunsuz məhkəmə qərarların qəbul olunanlardan biri də elə Yasamal rayon məhkəməsidir. Ən çox, hərçənd ki, orada bir, yəni dünyada bəlkə həqiqi mənada bu dəqiqə bu sözdən hamı diksinir, analog olmayan bir müasir məhkəmə sistemi yaranıbdır. Amma mənə o dekorasiya lazım deyil. Mən istəyərdim ki, Sovet dövründə olan uçuq məhkəmələr olsun, amma orada ədalətli qərarlar qəbul olunsun. Bu olmur. Bu yaxınlarda Fikrət Məmmədov bir məlumat verdi ki, İqtisad Məhkəməsinin Abbasov adlı hakimi qanunu pozduğuna görə xaric edilib. 3 hakim cəzalandırılıbdır. Amma Fikrət Məmmədov gözəl bilir ki, amma məhkəmə sədrinə sadəcə nəzərinə çatdırdılar. Hüseynov adlı, Müseyib Hüseynov adlı məhkəmə sədri var orada. Bir saylı İqtisad Məhkəməsinin. Amma bütün Azərbaycan bilir ki, Müseyib Hüseynova razılıq olmadan nə Abbasov, nə digər hakim hansısa bir qərarı qəbul edə bilməz. Aslında söhbətimiz bir tərəfli getməsin deyə biz qarşı tərəfə müraciət edirik, istəsə qoşula bilər, fikirlərini deyə bilər. Eləcə də Ədliyyə Nazirliyinin rəsmiləri də qoşula bilər bizim söhbətimizə 436-77-42 sayılı telefona zəng eləməklə və yaxud da ki efir dinləyicimizin sizə sualı var. Deyir ki, Aslan bəy həmkarlarından dəstək görmədiyini deyir. Siz ictimai şəxs kimi kimə dəstək olursunuz? Hansısa bir siyasi məhkəmə proseslərində vətəndaş kimi dəstək ifadə edib iştirak etmisinizmi? Elə bir məhkəmə prosesi yoxdur ki, mən oraya gedib dəstək olmayım. Məsələn, çatdırdığım qədər, mən bekar adam deyiləm ki, günün 10 saatı, 8 saatını məhkəmələrdə olub. Amma nidaçıların məhkəmələri olub, daimi məhkəmələrdə vəkillikdən xaric ediləndən sonra da məhkəmələrində iştirak etmişəm. Vəkil Qurban Məmmədovun məhkəməsi olubdur, məhkəməsində iştirak etmişəm. Buradan Şəkiyə gedib bir ictimai şəxs kimi Tofiq Yaqublu və İlqar Məmmədovun məhkəməsində iştirak. Bu sıranı davam etmək də olar. Bir də mən bir şey deyim sizə, mən həyatımda heç kimə hesabat vermirəm. Mən verdiyim hesabat bir özümdür, bir Allahım. Mən vacib olan ən əsası odur ki, mən öz vicdanım qarşısında, bir də Allah qarşısında cavab verə bilim. Qalan mən ola bilsin, elə fikir söyləyim ki, onun 1 milyon insanın xoşuna gəlməsin. Ona görə mən fikrimi dəyişən deyiləm. Mən düz saydığım fikirdə həmişə israrlıyam. Demək ki, bir başqa sual da var. Niyə məhz sizi vəkillikdən uzaqlaşdırmaq istəyirlər? Bu sizə qarşı qərəzdirmi? Qərəzdirsə səbəbi nədir? Yəni, bu sualı verənlər onda Azərbaycan mühitini tanımırlar. Yaxud da ki, gedən real prosesləri izləmirlər. Ona görə ki, mən Azərbaycana gəldiyim 25 il ərzində, mən 89-cu ildə gəlmişəm. Mən daimi mətbuatda hakimiyyətlərin mövcud olmağından asılı olmayaraq tənqidi fikirlərimi söyləmişəm. Heç kimdən, heç nədən də heç vaxt çəkinməmişəm, qorxmamışam, nə də belə bir fikrim yoxdur. Mən azad insanam və azad insan kimi mən həmişə fikrimi bildirmişəm. Bir şey də bilin ki, Azərbaycanda müstəqil azad insan olmaq qədər təhlükəli heç nə yoxdur. Bilirsiniz, bir var iqtidara qarşı ancaq olasan, onda səni müxalifət dəstəkləyir. Yaxud müxalifətə qarşı olursan, iqtidarda sığınacaq tapırsan. Amma müstəqil olanda hər iki tərəf də səni vurur. Azərbaycan, bir gün mən elə bura gəlməmişdən qabaq 5 saat Arif Paşa adlı bizim yəqin bilirsiniz ki, o Latin batalyonunun komandiri olubdur. Və müharibədə çox əməyi olan Qarabağ müharibəsində bir şəxsdir. 5 saat onunla bağlı görüşmüşəm və tam səmimi deyirəm, mənim ona yazğım gəlibdir. Sən vətən uğrunda döyüş elə, amma hakimiyyətdə qəbul eləmir. Müxalifət də qəbul eləmir ki, ya bu cinaha qoşulmalısan, ya bu cinaha qoşulmalısan. Azərbaycan üçün ən ağır vəziyyət heç də müxalifətdə olanlar üçün deyil. Ən ağır mənən deyirəm, mənəvi ən çox əziyyət çəkən müstəqil olanlardır. Ona görə ki, müstəqil olanlar nə hakimiyyət, nə deyək, müxalifət qəbul eləmir. Müxalifətin hansısa fikrinə əks gedəndə o dəqiqə tənqid edir. Siz müxalifətdəsiniz, yoxsa? Yox, amma daha çox müxalifəti bugün dəstəkləyirəm. Ona görə ki, zəif tərəf olur.
Həmişə zəiflərə dəstək. Həmişə. O Səməd Vurğunun sözü var, deyir. Zəif haqsız olsa belə. Yox. Mən haqsız yerə öz doğmamı da müdafiə eləmərəm. Ona görə ki, mən hesab edirəm ki, haqsızlığı müdafiə edən dinsiz, imansız bir adamdır. Vəkilin siyasi maraqları olmalıdır mı? Siyasi baxışları, simpatiyaları olmalıdır mı? Bəri başdan sizə deyim ki, çoxları anlamırlar. Məsələn, mənlə bağlı yuxarıların söhbətləri də daim olubdur ki, sən daimi müxalifətdəsən. Mən onlara izah edirəm ki, ay insanlar, siz yəni o qədər vəzifə tutursunuz, siz məntiqinizlə, ağlınızla dərk eləməlisiniz ki, vəkil məhkəmə prosesində prokurora qarşı olan bir şəxsdir. Prokuror hökuməti təmsil eləyir. Vəkil isə prokurorun əleyhinə gedir. Yəni, ondan müdafiə eləmək istəyir müştərisini. Vəkil daxilən müxalifət olmasa da, peşəsinə görə həmişə hakimiyyətə müxalifət olmalıdır. Mən normal vəkilləri nəzərdə tuturam, dəllal vəkilləri yox. Prokurorla, hakimlə 10%, 20% rüşvət bölüşdürülməsində iştirak edənləri nəzərdə tutmuram. Normal vəkil ömür boyu müxalifətdə olmalıdır. Peşəsinə görə. Aydındır. Səyyəf Musayev yazır, hörmətli Aslan İsmailov Azərbaycan Respublikasının hakimiyyətini demək bunu sonra oxuyacağım, bəzi məqamlara diqqət yetirim, sonra oxuyacağım, amma başqa bir dinləyicimiz Tofiq bəy soruşur ki, Ali Məhkəmənin sədri ən xoşa gəlməz suallar da olanda mənə ünvanlayın, çəkilməyin. Mən istənilən sualı cavab verməyə hazıram. Tofiq bəy soruşur ki, Ali Məhkəmənin sədri vəkillikdən gəlməlidir, yoxsa prokurorluqdan? Vəkillikdən. Mən sizə bir şey deyim. Bax, mən müstəntiq də işləmişəm vaxtı ilə. Hakim də olmuşam. Məhkəmə sədri də olmuşam, prokuror da olmuşam, prezident aparatında da işləmişəm və bugün vəkiləm. Birinci, mən hesab edirəm ki, hüquq sistemində vəkil peşəsindən şərəfli, rahat, insana mənəvi zövq verən ikinci yaradıcı peşə yoxdur. İkinci, vəkil bilən qədər, çox şahəli olan qədər, əhatəli olan qədər heç vaxt prokuror ola bilməz. Özdə bugünkü prokurorlar. Məsələn, Ramiz Rızayev prokuror olubdu, Ali Məhkəmənin sədri. Ümumiyyətlə, Ramiz Rızayev təbiət etibarı məhkəmə sisteminə yad bir insandır. O ittiham edicidir. Ömrü boyu müstəntiqliyindən ittiham etməyə öyrəşibdir ki, hökumətin mənafeyini müdafiə eləsin. Belə bir adamın heç vaxt ədalətli, kristal təmiz olsa da ədalətli hakim olacağına mən inanmıram. Hakimliyə gedən adam, yəni məmur mündirindən çıxmamalıdır. O azad insan olmalıdır. Ancaq azad insan təbiət etibarı ilə ədalətlə hakim ola bilər. Bu da Aslan İsmailov fikirləri. Ünvanları xatırladaq. Efir @azadlıq radiosu.az 436-77-42 sayılı telefona zəng edə bilərsiniz. 050-744-10-17 SMS xəttimiz də açıqdır. Qısa bir ara veririk. Bir neçə saniyəlik ara verəcəyik. Daha sonra söhbəti studiyada Aslan İsmailovla davam elətdirəcəyik. Canlı efirdə söylənənlər Azadlıq Radiosunun mövqeyi deyil, şəxsi fikirlərdir. Azadlıq Radiosu bu fikirlərlə razılaşmayanların da mövqeyini səsləndirməyə hazırdır. Hər kəs canlı yayıma qoşulmaqla və ya radionun web saytına yazmaqla diskussiyalara qatıla bilər. Danışır Azadlıq Radiosu. Sabahınız xeyir. Günaydın. Axşamınız xeyir. Azadlıq Radiosunu podkastda dinləyənlərə bunun qətiyyən əhəmiyyəti yoxdur. Podkast texnologiyası radio məkanının zaman maşınıdır. İstədiyin proqrama istədiyin vaxt kullanır. Azadlıq Radiosu.az saytında podkast bölümünə daxil ol və bizim iTunes və digər platformlarda podkast yayımımız haqqında daha ətraflı məlumat al. Podkast Azadlıq Radiosunun 24 saat sizinlə qovuşması deməkdir. Danışır Azadlıq Radiosu. Hər vaxtınız xeyir. Azadlıq Radiosunu sosial şəbəkələrdə də izləyin. Facebookda səhifəmiz Azadlıq Radiosu, Twitterdə Radio Azadlıq, YouTube'da ünvanımız youtube.com/Azadlıq Radiosu. İşdən sonra Azadlıq Radiosu.
Merhaba, hər vaxtınız xeyir olsun. İndi efirimizə qoşulan dinləyicilərimizi, tamaşaçılarımızı salamlayırıq. Deyirik ki, Azadlıq Radiosunda işlən sonra proqramıdır. Mikrofonda mən Şahnaz Bəylər qızı və studiyamızın qonağı hüquqşünas vəkil Aslan İsmayılovdur. Aslan bəy, demək sizə suallar gəlir. O suallardan biri buydu ki, demək Azərbaycan Respublikasının hakimiyyətinin Rus və erməni kəşfiyyatının eləcə daxildə apardıqları təxribatlar hesabına hakimiyyətə gəlmiş və bu hakimiyyəti 20 ildən çox saxta seçkilər vasitəsilə zorla əllərində saxlayan Əliyevlər sülaləsində bu ölkədə sizin kimi hüquq müdafiəçiləri sərf eləmir. Sizə belə bir kompliment verir, dəstək verir dinləyicimiz. Başqa suallar da varsa göndərsinlər, baxacaq onlara və bu sualla bağlı bir şey deyim sizə. Əlbəttə ki, indi mən təşəkkür eləyirəm dinləyici ki, mənim haqqımda xoş söz deyir. Amma mən bir şey deyim sizə. Təcrübəsi olan adam kimi, yəni kifayət qədər işləmişəm, 57 yaşım var, dünyada görmüş adamam. Bizim xalqın ən çatışmayan cəhəti hesab eləyirəm ki, qərarlı cəhət ondadır ki, biz həm hakimiyyətlərə, həm insanlara bilirik. Bu çox ağır şeydir. Yəni, heç vaxt insanlar tam əmin olmadığı şeydə, məsələn, mən 93-cü il hakimiyyət təşkilləri necə başladığını bilirəm. Və burada demək ki, bu erməni-rus kəşfiyyatının əlindən gəldi, bu ən az ədalətsizlidir. Əliyev hakimiyyəti mənim bütün gəncliyimi əlimdən alıbdır. Yəni 94-dən məni işdən qovublar, ondan sonra bir yerdə işləməyə imkan verməyiblər və həyatı boyu təhdidlər, təqiblər, buna məruz qalmışam. Amma bununla belə, bilirsiniz, mən heç vaxt haqsızlıq eləmərəm. Başqa məsələ ki, bugünkü hakimiyyət, bugünkü korrupsiya, bu hansısa erməni ya rus kəşfiyyatına qulluq eləmək deyil. Bu sadəcə nəfsin qulu olanlardır. O başqa məsələ. Aslında bunun Azərbaycanda baş verənləri necə dəyərləndirirsiniz? Bax, həmkarlarınızın həbsdə olanlar da var. Proseslər hansı yöna gedir? Bunun hüquqşünasları həbs eləmək də deyəsən çox asanlaşıb. Həbs eləməkdən başqa ən təhlükəli olan nədir? Bu son dövrlər bir neçə vəkili məndən sonra dalbadal vəkillikdən xaric elədilər. Və bir neçəsini də hazırlayırlar xaric eləməyə. Tam təmizləmə əməliyyatı gedir. Mən bunu eləyənlərə müraciət edirəm. Bir Facebook səhifəmdə mən o barədə yazdım. Mən mütəmadi olaraq ən azı gündə bir dəfə Facebook səhifələrimdə fikirlərimi yazıram. Bu hakimiyyət məni işdən çıxardandan sonra da o ki, iş həcmim azalacaqdı, yəni yazmağa daha çox imkanım olacaqdı. Yəni, bu hakimiyyətin ağlı olsa heç onu da eləməzdi. Əksinə, mənə olmayan yerdən də iş verərdilər ki, daim işləsin, yazmağa, pozmağa başı olmasın. Birinci bunu deyirəm. Və hakimiyyət nümayəndələrinə müdafiə edirəm. Son ən azı 10 il göründü ki, Əli İnsanov da həbs olundu, Fərhad Əliyev həbs olundu, Akif Muradverdi və bir çox vəzifəli şəxslər həbs olundu. Və onların hər biri həbsə düşən kimi birinci növbədə prinsipial, ədalətli, savadlı vəkil axtardılar. Və istisna deyil ki, bu günlərim həmin o vəkilləri vəkillikdən təmizləyib və o bir xamilyon vəkil institutu yaratmaqla onlar özlərinə pislik eləyirlər. Kim istisna eləyir ki, bir gün o vəzifədə olanlardan kimsə sabah həbsdə olmayacaqdır və məhz vəkilə ehtiyac olmayacaqdır. Amma Aslan bəy, o vəkillər, o siz dediyiniz ki, həbsdə olanlar dərhal prinsipial vəkilləri aradılar. Onlar hansı nəticəyə nail ola bilirdilər? Azərbaycan hüquq birinci yenə deyirəm, özüm daxil olmaqla məhkəmə sahəsində köklü bir nailiyyətə sahib olan vəkil deyə bilmərəm. Yəni, bu düzgün olmaz. Onun üçün bizdə o məhkəmə sistemi yoxdur. Sifariş verilibdirsə da 10 dünyanın ən tanınmış vəkili gəlsin Azərbaycan məhkəməsinə, bir savadsız hakim o qərarı elan eləyəcəkdir. Onun üçün əksinə vəkil nə qədər danışır, belə ağıllı argumentlər gətirir, öz-özünə baxıb günür, bu anlamır, bu nədən danışır, onun üçün mən bu qərarı verəcəm. Vaxtınıza heyfin gəlsin, mən onu görmüşəm özüm. Amma bununla belə dəhşətlisi nədir? Ən azından bu həbs olunan, vəkillikdən xaric olunan vəkillər
bu siyasi proseslərə, deyək, hakimiyyətin marağı olan proseslərə çıxmaqdan qorxmurdular. Bununla o çıxan 5-10 vəkili də sıradan çıxartmaqla o gənc olan vəkillərə bir göz dağı verirlər. Ki, bax, o işə çıxarsın, siz də vəkillikdən xaric eləyəcək. Yəni, məqsəd budur. Bu, Azərbaycanda artıq vəkillik institutun tam məhvidir. Bu vəkillik institutu yoxdur. Ona görə bu sadəcə bir riyakarlıqdır ki, bizdə vəkillik institutu var. Amma vəkillərin bir çıxış yolu da var ki, işləri Avropa məhkəməsinə qədər aparmaq, Avropa İnsan Haqları Məhkəməsinə. Bilirsiniz, mən həmişə demişəm, bu gün də o fikirdəyim. Birinci onu deyim ki, hələ 96-cı ildə mən Strasburqa gedəndə Avropa məhkəməsi zad biz oranın üzvü olmuyor. O məhkəmənin işinlə tanış olanda da qaydanda da mən eləyirdim ki, Avropa məhkəməsinə də ümitli olmaq lazım deyil. Ona görə ki, onlar Azərbaycanla bağlı, Azərbaycanda 50 min işə baxılır. Amma Avropa məhkəməsi Azərbaycanla bağlı 5-6 işə baxır. Və o 5-6 işi də sizi tam əmin eləyirəm. Avropa məhkəməsində hansısa bir siyasi çalar daşımırsa da, Avropa İnsan Haqları Məhkəməsi o işləri qəbul eləmir. Haradasa bir siyasi çalar olmalıdır. Ona görə biz öz məhkəmələrimizi düzəltməliyik. Aha, bunun üçün də dediniz ki, siyasi iradə lazımdır. Ancaq bir siyasi iradə, bir də mən daima demişəm, üzr istəyirəm, çox tez-tez mən ifadəsi işlətdim. Daima deyilibdir və deyiləcək də, o vaxta qədər ki, Azərbaycanın ucqar güşəsi olan Qazax rayonunun Şıxlı kəndində Suçu Məhəmməd o özünü Azərbaycanda baş verənlərə cavabdeh saymayacaqdı. Mən inanmıram ki, nəsə dəyişə. Heç kim, heç vaxt ağatlı bir oğlan gözləməsin ki, o gələcəkdir, prezident olacaq və dərhal hər şey dəyişəcək. Aslan bəy, bu demək deyilmi ki, Aslan İsmailov bundan sonra siyasətə qoşula bilər? Yox, mən yenə deyirəm, mən bu barədə deyirlər. Dediniz ki, xeyli vaxtım olacaq. Yox, mən sözümü bir dəfə demişim 20 ildən bundan əvvəl ki, mənim heç vaxt siyasi iddiam olmuyor. Yəni, mənim üçün o yad elementdir. Ona görə ki, mən inanmıram ki, səmimi olan adam siyasətdə baş çıxarda bilər. Siyasət biraz başqa şeydir. Orada başqa şeylərdə bacarmalısan, söz verməlisən, kimisə allatmalısan, nəsə o konfigurasiyalar qurmalısan, o başqa adamların yeridir. Mən orada bacarmaram. Və orada getmək fikrim yoxdur. Amma mən hesab eləmirəm ki, mənim fərd olaraq bir ictimai fəaliyyətim hansısa siyasi partiyanın ictimai fəaliyyətindən geridə qalır. Və Azərbaycanda da nə qədər çox fərd olaraq ictimai proseslərə münasibət bildirənlər olacaqdırsa da, o qədər yaxşı olacaq. Siyasi nə deməkdir? Fəaliyyət. Yəni, siyasi fəaliyyətlə məşğul olan hakimiyyət dəyişikliyinə nail olub, sonra orada vəsə tutmaq istəyən adamlardır. Ancaq budurmu? Siyasi islahatlara, demokratik islahatlara nail olmaq bu. Demokratik islahatlar o başqa məsələ. O vətəndaş cəmiyyəti başqadır. Siz mənə sual versəniz ki, vətəndaş cəmiyyəti, vətəndaş institutlarında iştirak edəsiniz, mən deyərəm bəli. Vətəndaş institutlarda aktiv indiyana qədər də iştirak etmişəm, bundan sonra da iştirak edəcəm. İnsan haqları təşkilatlarıdır, yaxud qeyri-hökumət təşkilatlardır. Bunların fəaliyyətdə mən həmişə iştirak eləyirəm, eləyəcəm də, onlara həmişə də dəstək olacam. Siyasi fəaliyyət yenə deyirəm, biz hələ cəmiyyət olaraq siyasi fəaliyyətin biraz həvəskar səviyyəsində baxırıq. Amma siyasi fəaliyyət bu peşəkar bir fəaliyyətdir. Aslan bəy, Elçin Həsənov yazır ki, məncə Aslan İsmailovla hakimiyyətin arası dəyib deyə belə danışır, müxalifətçi kimi danışır. Başqa vaxt hakimiyyəti müdafiə edib. Verilişdə danışdıqlarına baxıram, amma məncə o çox şeyi yalan danışır, həm də yalanı nalamıxa vuraraq danışır. Siz dediniz ki, mən incimirəm bütün SMS-ləri oxuyub. Yox, görmənirəm. Mən istənilən suala, deyilən şeyə cavab verməyə hazıram. Niyə? Hesab edirəm ki, istənilən daxilində düz olduğunu bilən adam. Kimin nə deməyinin onun üçün heç bir əhəmiyyəti yoxdur. Bu şəxsin deyəcində, hörmətli dinləyicinin deməyi mənim üçün inanın heç bir əhəmiyyəti yoxdur. Ola bilsin, mənim hansısa suçum olsaydı, hakimiyyət işbirliyim olsaydı, mən bundan narahat olardım. Məni yaxşı tanıyanlar mənim kim olduğumu gözəl bilirlər.
dövründə mənə Ali Məhkəmə sədrinin 1-ci müavini 91-ci ildə təklif olunub. Xalq Cəbhəsi hakimiyyəti dövrü ən yüksək vəzifələr təklif olunub. Heydər Əliyev dövrü ən yüksək vəzifələr təklif olunub. Prezident İlham Əliyevlə görüşmüşəm, o da, yəni o dövrdə də mən bir də o vəzifəni tuta bilərəm. Sadəcə mən hakimiyyət adamı deyiləm. Bu vətəndaşa isə demək istəyirəm ki, bir əziyyət çəksin, Sumqayıt SSR-nin Süqutu kitabını oxusun. Mənim müəllifim olduğu kitabdır. Mən 89-cu ildə Azərbaycana gələn günündən nə etmişəm? Bilməyim, çoxları bəzən mənə deyirlər ki, özümdən çox razısan. Bəli. Ona görə ki, mənim gördüyüm konkret işlər var. Mən istənilən mənlə mübahisə etmək istəyənə, sən nə edirsən, sualı verəcək kişiyə, cavab verə biləcək bir kişiyə. Qısaca, özünüzə razılığa səbəb nədir? Mən düz yaşamışam. Mən düz yaşamışam. Mən heç vaxt haqsız addım atmamışam. Mən bir çoxları kimi gündüz müxalifətdə, gecə iqtidarın cibində olmamışam. Mən öz qururumu qorumuşam və ölənə qədər də qoruyacam. Mən hesab edirəm ki, həyatda da nail olduğu mən bir nailiyyət bulub. 2006-cı ildə desən ölkə başçısı ilə 2005-ci ildə. 2005-ci ildə parlament seçkilərindən sonra əvvəl görüşmüşdünüz. Bəli. Bəs yenidən görüşmək istəyərdinizmi? Vallahi mən dəvət eləsə və məmnuniyyətlə gedərəm. Gedərəm və sözümü də deyərəm. Necə ki, nəyə qaldırardınız? 2005-ci ildə mən görüşəndə Azadlıq bloku o cümlədən, mən Azadlıq blokunda müdafiə eləmişəm, müxalifəti daim müdafiə eləmişəm və bugün də müdafiə eləyirəm. 2005-ci ildə mən Narmarovdan namizədliyimi 3-cü dəfə idi vermişdim parlamentə. Mən bəlkə yeganə adamam ki, 4 dəfə parlamentə namizədliyimi verib, seçkilərdə iştirak edib, real qalib gəlib buraxınlayan bir adamam. 2005-ci ildə mən prezidentlə görüşəndən sonra Azadlıq bloku bütün tərkiblə mənə qarşı, İsa Qəmbər də oradaydı, mənə qarşı təbliğat aparırdı ki, Aslan İsmailov prezidentlə görüşübdü, deputat mandatı onun cibindədir. Amma seçkilərin nəticələri göstərdi ki, xeyr. Mənlə razılıq alınmaq istəyirdi. Ki, mən bir razılıqla parlamentə düşəm, amma mən heç vaxt o şeyi getmərəm. Təşəbbüs ölkə başçısından gəlmişdir. Ölkə başçısından, onun tapşırığı mən onun işçilərindən. Prezident aparatından 2 şöbə müdürü məndən danışmışdı. Mən bunu əksəriyyət bilir, mətbuata da demişəm. Mən həyatımda gizli məqam yoxdur ki, mən ondan utanam. Mən bir çoxları Facebook səhifəmdə o cümlədən deyək ki, indi Allah qapılarını açsın, bəzi həbs olunanlar da mənə təhqir edici ifadə deyiblər. Mən sadəcə bu gün onların hamısını Allahdan arzu edirəm, qapıları açıla və nə baş verdiydi mən anladım. İndi bir darda olan haqqında danışmaq kişilikdən deyil. Niyə məhz Aslan İsmailov seçmişlər, dəvət eləmişlər bu görüşə? Hara? Məni seçməmişdilər. Mən üzüm zəng eləmişdim. Mən bu barədə demişəm, dəfələrlə bu barədə danışılıbdır deyəm. Mən birisi biraz həvəsim qalmayıb danışmaya, bir də elə bil ki, bunu reklam etmək kimi olunur ki, mən filan kəslə görüşmüşəm. Mən dünyada çox böyük insanlarla görüşmüşəm. Çox böyük insanlarla münasibətim, dostluğum olubdur. Mən Bəxtiyar Vahabzadə kimi bir dahi ilə dostluq eləmişəm. Mən, yəni, Azərbaycanda hörmətli olan, hörmətli, fəxr elədiyim ziyalıların əksəriyyətinlə dostluq münasibətində olmuşam və bunu da davam edirəm. Elə yeri gəlmişəm, məqamdan istifadə edib, bu günlərin milli sərvət mən hesab etdiyimiz Şirməmmət müəllimin, Şirməmmət Hüseynovun 90 illiyi idi. Mən bu gün onun ad gün münasibəti ilə təbrik edirəm. Can sağ arzulayıram ki, yaşasın, yaratsın. Yer gəlmişkən ondan bir müsahibə də bizim saytımızda yerləşdirilib. Maraqlı olanlar gəlib izləyə bilərlər, oxuya bilərlər, ondan tanışa bilərlər. Amma siz soruşun, çoxları onu tanımayacaqdır. Aslında növbəti parlament seçkiləridir. Qatılacaqsınızmı bu seçkilərə, yoxsa artıq? Mən 4 dəfə qatılmışam. 4-cü dəfə qatılanda ailəm bütövlükdə qətəliyinə idi. Onda mən onlara söz verdim ki, bu dəfə mən gedəcəm, amma bundan sonra getməyəcəm. Mən uşaqlarıma söz vermişəm, onda pozanmaram. Amma söz verməsəydiniz? İstəyərdim getmək. Tam səmimi deyirəm. Ona görə ki, mən bu 4 dəfənin 4-ündə də birinci dəfədən başqa, məsələn 95-ci ildə həqiqətən istəyirdim gedən parlamentdə oturam, işləyən, fəaliyyət göstərəm.
Amma ondan sonra üçü mən sadəcə cəmiyyətə göstərmək istəyirdim ki, seçkilər nə qədər saxtakardır. Bu günə qədər bir dənə də Azərbaycanda normal seçkilər keçirilməyibdir. Bir nəfər də parlamentdə təmsil olunan hakimiyyətin razı olmadan oraya düşməyibdir. Başqa məsələ ki, haqq edənlər olubdur, haqqı olubdur, səsi toplayıbdır, parlament onun, hakimiyyət onun oraya keçməsinə mane olmayıbdır. O başqa məsələ. Amma hakimiyyət istəmədiyi adam parlamentə düşsün, bu mümkünsüzdür. Yəni, siyahı ilə olan şeydir. Demək, niyə ailənizə söz verirsiniz? Bu sualı cavab tapın, digər dinləyicimiz. Ona görə ki, mən onları çox incitmişəm. Səmimi deyirəm, öz fəaliyyətimlə bağlı mən... Yəni, onlara hədə qorxu mu olub, yoxsa? Hər bir hədə qorxu zadı olmayıbdır. Yəni, çox, bilirsiniz, mən özüm istədiyim kimi yaşamışam və onların bundan əzab çəkdiyinə fikir verməmişəm. Dinləyicilərimiz yazsınlar 050-744-1017 SMS xəttimiz efirə düşərəsi Azadlıq Radiosu.az yaza bilərsiniz və dinləyicimiz yazır ki, bir qədər əvvəl siz dediniz ki, mən öz fəaliyyətimi istənilən partiya fəaliyyətindən səhv eləməmsə belə deyilsiniz, daha yaxşı, daha keyfiyyətli hesab edirəm. Bəlkə səhv yadımda qalıbsınız. Yox, yəni bunu traktavat eləyər ki, mənim fəaliyyətim partiya fəaliyyətindən böyükmü deyə bilərlər. Mən onu nəzərdə tutmamışam. Səmərəli baxımından partiyada göstəriləcək fəaliyyət göstərən fərdlərdən də aktiv fəaliyyət göstərmişəm. Dinləyici soruşur ki, Azərbaycandakı partiyaların fəaliyyətini necə qiymətləndirirsiniz? Yəni, bu günlərin faktiki olaraq Azərbaycanda... Bir vəkil daha çox iş görə bilər Azərbaycan üçün, yoxsa bir partiya? Necə bilirsiniz? Yox, indi mən yenə deyirəm də, mən Azərbaycan müxalifət partiyalarının liderlərinə qarşı daimi tənqidi fikirlərimi bildirmişəm. Amma o partiyalarda minlərlə fədəkarcasına canlarını qoymuş, gəncliklərini itirmiş fərdlər var. Məsələn, bu Müsavat Partiyası ətrafında baş verənləri mən həqiqətən çox ağrı ilə qəbul edirəm. Mən bir müraciət eləmişdim ki, orada qarşı durma olanda ki, Arif Hacıyev və Qubad İbadoğlu namizədliklərini geri çəkib, yeni bir, heç bir cinaha daxil olmayan bir şəxsin namizədliyi üstündə dayansınlar ki, partiyanın bütövlüyünü saxlasınlar. Mən onu nə Arif Hacıyevə, nə Qubad İbadoğlu'na olan hansısa münasibətimdən irəli gəlməmişdi. Mənim o istəyim sadəcə o partiyada minlərlə canlı qoymuş fərdlərin xəyal qırıqlığına düçar olmaması. Onlar inanıblar. Onlar liderlərinin dalınca gediblər. Əksər halında da o liderləri bu inandan istifadə edib, o partiyanı alver mənbəyinə çevriliblər. Bu günlərin vaxtilə Azərbaycanda ana müxalifət partiyalarından biri olan partiya, hamı bilir ki, Azərbaycanda bir nəfərin biznes marağına qulluq eləyir. Azərbaycan öyle bir məmləkət. Amma bu günlərin siyasi partiyaların normal fəaliyyət göstərməsinə də imkan yoxdur. Məsələn, bir mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycan Xalq Cəbhəsi partiyası həqiqətən hakimiyyətlə heç bir danışığı olmadan mübarizə aparırlar. Amma bunların vaxtı ilə 90'ların sonra 2000'lerin əvvəlində onlara da eyni cür ittihamlar səslənirdi. Mən gördünüz, mən demədim ki, yarandığı gündən. Mən dedim ki, bu günləri. Mən gözəl bilirəm. Azərbaycanda gedən prosesləri bir fərd olaraq olduğunu gözəl bilirəm. Bir gün dediyim odur ki, bilirsiniz, bir gün deyirlər ki, bu partiyalar ən böyük bədbəxtçiliyi ondadır ki, siyasi partiya liderləri ideya dalınca getməyiblər. Çoxları partiyada olan funksionerlərin də əksəriyyəti oraya gəlir mənbə kimi baxıbdır. Mən gedərəm, hakimiyyətə gələrəm, bu vəzifəni tutaram və ilaxır. Amma o sıravi deyək, dövlətimdə, məmləkətimdə müsbət dəyişikliyə nail olum şuuru hələ bizdə yoxdur. Çox azdır, çox az qismlərdə var. Siyayih bəy yenidən sizə yazır ki, Aslan bəy, Azərbaycan xalqının hüquqlarını müdafiə edənlər, Vəkil İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Xədicə xanım İsmail və başqaları YAP rejimi tərəfindən şərlənərək saxta ittihamlarla həbs olunublar. Aslan İsmaila hakimiyyət tərəfindən həbs olunacağı təhlükəsi varmı? Bilirsiniz, bu günlərin bu hakimiyyət elə bir murdar şərait yaradıbdır ki, insan bəzən azadlıqda olduğuna da təəssüflənir ki, ona görə ki,
həmin o xəstə təfəkkür, təxəyyül qəbul eləyir ki, ancaq həbsə düşüb çıxmış adam ədalətli mövqedə ola bilər, prinsipial ola bilər. Mənə hakimiyyət niyə həbs eləmir mən bugünkü günə qədər də məsələn, mənim öz təxminlərim var təxminən, nə ilə bağlıdır? Siz hesab edirsiniz ki, səhvləriniz var sizə həbs eləməlidir, yoxsa yox, mən öz mövqeyimə görə, ona görə ki, Azərbaycanda mövqeyi olan hər kəs bu hakimiyyət üçün arzu olunmaz şəxs. Və imkan olduqca mövqeyi nə qədər güclüdürsə də o məhkum namizəddir. Və mən bu namizədliyi mənə 90-cı illərdən olubdur. Mən Monitor jurnalının bilirsiniz ki, rəhmətli Elmar Hüseynovla birgə təsisçisi olmuşam. O dövrdən. Niyə bunu hakimiyyət eləməyibdir? O başqa bir mövzunun söhbətidir. Gəlin də burada danışaq. Mən 93-cü ildə heç bir danışıq, görüş, tanışlıq olmadan Heydər Əliyev Milli Məclisdə Rəhim Qaziyev tərəfindən təhqir olunanda Heydər Əliyevi müdafiə eləmişəm. Yəni bir vətəndaş olaraq ölkədəki durumla bağlı. Ondan təxminən 5-6 ay sonra məni prezident aparatından vəzifədən uzaqlaşdırıblar. Heç bir yerdə işə düzəlməyə imkan verməyiblər. Amma məhv eləməyiblər. Hesab edirəm ki, bugünə qədər olan bütün bunlar hamısı o addımla bağlıdır. Bu mənim təxminimdir. Mən elə hesab edirəm. Cabbar Savalanlı adlı bir gənc var idi. Həbs olundu, sonra azadlığa buraxıldı. Onun müdafiəsi ilə bağlı sizə müraciət olunmuşdu mu? Çox maraqlıdır. Mən istəyərəm ki, bunu daha açıqlayam. Ona görə ki, sosial şəbəkədə də o Cabbar Savalanlı da çox, yəni cavan, gənc adamlardır. Mən istəmirəm. Yəni onlara baş qoşmamışam da, qoşmaq da fikrim yoxdur. Amma onun qismində bütün yeni siyasətə atılmış gənclərə müraciət edirəm. Heç vaxt kiməsə də bir tanınmış adama, bir ismə şər böhtan atmaqla özünüzə siyasi karyera qurmağa çalışmayın. Ona görə ki, bu heç vaxt uğur qazandırmıyor. Ümumiyyətlə, istənilən iş haramla başlayırsa uğur qazandıra bilməz. Cabbar Savalanlı ilə nə baş veribdir? Yəni bunu Cəmil müəllim Həsənli də təsdiq edə bilər. Ona görə ki, mən Cabbar Savalanlı adlı bir adam tanımamışam. Mənə zəng eləyir Cəmil müəllim ki, Aslan, Cabbar Savalanlı adlı bir atasız gənci həbs eləyiblər, cibinə əşya qoyublar. Müdafiə elərsənmi? Demişəm, məmnuniyyətlə. Deyil, onda mən qoyunlarına deyəcəm, gəlsinlər yanına. Demişəm, boşdur. Səhərsi günü mənim yanıma gəlibdir. Cabbar Savalanlının anası bir nəfər gənc cəbhəçi idi, pamuamı. Bir də səhv etməyimsə dayısı. Biz müqavilə bağlamışıq və mənim Cabbar Savalanlının işinə xüsusi bir diqqətlə yanaşmağımın bir səbəbi olubdur. Ona görə ki, Cabbarın anası bir ifadə işlətdi ki, Aslan müəllim, mən o balamı gözümlə, kipriklərimlə od götürməklə böyütmüşəm. Mən bu sözü tez-tez mənim atam Cavan rəhmətli edibdir, rəhmətli anam deyərdi. Və həmin məqam mənim o yadıma düşdü. Mən Cabbar Savalanlının anasının yanında Sumqayıtda müstəntiqə zəng elədim. Birinci növbədə türməyə zəng elədim. Süleymanov adlı bir Şüvələn türməsinin rəisi var idi. Bu çox maraqlıdır. Ona zəng elədim, xahiş elədim ki, o da məni tanıyır. Xahiş elədim ki, səndən xahiş elədim. Hesab elə mənim qohumumdur. Onu orada elirlər ki, normal şərait olsun. 5 dəqiqədən sonra, 5-10 dəqiqədən, dedi bilmirəm, dedim gətirirlər. 5-10 dəqiqədən sonra həmin adam mənə zəng elədi. Dedi, Aslan, mən onun üçün burada nə lazımdır, şərait düzəldəcəm, amma sən bil ki, o bura uşağı deyil. Çalış buna kömək elə, burada olmasın. Mən müstəntiqlə əlaqə saxlamışam, Sumqayıtda, İstinfani rəisindən əlaqə saxlamışam. Bunlar deyirlər ki, biz onu qətimkan tədbiri seçməyə aparırıq. Mən xahiş eləmişəm, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri İkram Kərimov idi. Bu olub tam sanasının yanında. Ona zəng eləmişəm ki, mən xahiş edirəm, onu qətimkan tədbirini dəyişin. O deyir, bu çətin məsələdir, amma çalışıb həll eləyərik. Bu hamısı həmin o gənc cəbhəçinin yanında olub, Xalq Cəbhəsi Partiyasının üzvü olubdur. Və mən bu ilə əminəm, artıq keçmişlərdən sonra bilirəm. Həmin o gənc başqa bu sahəni deyək, biz bədbəxtik ki, bu müxalifət müdafiə sahəsində monopoliya götürmək istəyirik. O sahə ilə də sırf o sahədə məşğul olan vəkillər olubdur. Və bunlar bunun anasına deyiblər ki,
Biz Aslan İsmailov olsa onu müdafiə eləməyəcəyik. Bir də indi mənim haqqımda görülməsə deyiblər, şəxsən mənə Cabbarın dayısı zəng edib üzr istəyibdi. Ki biz xahiş edirik, siz bu işə çıxmayın. Burada söz veriblər, yüngülləşdirəcəklər. Ona görə ki, mənə orada demişdilər olaraq ki, Aslan İsmailovdan hökumətin zəhləsi gedir. O işə çıxardığı təqdirdə onun vəziyyətini daha da pisləşdirəcəklər. Və bu cür olubdur. Vaxtımız bitir, təəssüf ki, Cabbar Savalovun özünlə bu məqamları dəqiqləşdirmək. Sosial şəbəkədə kifayət qədər yazıb, özdə qeyri-dəqiq yazıb hər şeyi. Bugün də mübahisələr davam edir. Təşəkkür edirəm Aslan bəy. Aslan İsmailov studiyamıza gəldi və bu bir saatı onunla söhbət etdik. Və növbəti bir saatda Kamran Mahmudovun təqdimatında xəbər saatı ilə davam eləyəcək Azadlıq Radiosunun efiri. Mən Şahnaz bəylər qızı isə sizinlə sabah kimi sağollaşıram. Sabah yenidən görüşərik. Hələlik.